Valideynlərini itirmiş şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək. Belə ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanuna dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb. İndiyə qədər bu tip uşaqlar ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar və ayaqqabı, habelə Respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Yeni fərmana əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən 2600 manat birdəfəlik müavinət ödəniləcək. Lakin qeyd eləyək ki, bu yenilik qanun qüvvəyə mindiyi tarixədək təhsil müəssisələrini bitirən və həmin kateqoriyadan olan şəxslərə şamil olunmayacaq.